Onlar vaxtınız xeyir olsun. Biz bugün 21 may 2023-cü il tarixində keçirilmiş qəbul zana baxacağıq. Gəlin vaxt itirmədən birinci tapşırığa baxaq. Birinci testdə deyir bizə belə bir horizontallar və profil qurmağımızı istəyir. Gəlin baxaq. Baxaq görək kəsmə yüksəliyi təyin eləyək. Baxın B ilə baxın bu B-ni görürsüz. Karandaş açın. Baxın görürsünüz hansı horizontallar arasında yerləşib. 90 ilə 80 arasında yerləşib. Onda horizontal çox güman horizontal, yəni B-nin hündürlüyü 85 metr olacaq. Biz buradan təyin edirik ki, baxın kəsmə yüksəliyi 5 metr olduğunu təyin elədik. Daha sonra burada A-nın hündürlüyünü tapaq biz burada. A-nın hündürlüyünü tapsaq, yəni kəsmə yüksəliyi 5 metrdir. Mən buranı təmizləyim. Baxın burada 80 metr verir. Baxın bu horizontal 80 metr verir. Baxın görək buradan A'ya qədər nə qədər boşluq var. Baxın 1, 2, 3, 4. Baxın təxminən A yerləşəcək 4 boşluq var. A yerləşəcək, yəni 100 ilə 95 arasında yerləşəcək. Yəni A'nın hündürlüyü 100 ilə 95, B'nin hündürlüyü isə 85-90 aralığında dəyişəcək. Daha doğrusu 85-90 aralığında dəyişəcək. İndi biz baxaq görək hansı qrafikə uyğun gəlir. Baxaq görək hansı ola bilər. Baxaq A variantda baxırıq ki A'nın hündürlüyü 90-dan aşağı verilir. Amma biz tapmışdıq ki A'nın hündürlüyü 95-100 aralığındadır. Ona görə A bəndi ola bilməz. B bəndinə baxırıq. B bəndində də elə A'nın hündürlüyünü 90 metrdən aşağı verib. Ona görə B bəndində olmaz. C-yə baxırıq. C-də görürük ki, A-nın hündürlüyünü 90-100 aralığında verib. 90-100 aralığında verib. B-nin hündürlüyünü isə 80-90 aralığında verib. Yəni B-nin təqribi hündürlüyünü 85 metr olaraq tapmışdıq. A-nın hündürlüyünü təqribi olaraq 95 metr tapmışdıq. Ona görə düzgün cavabımız olacaq C bəndi. Sonra ikinci test tapşırığına baxaq. Ölkələrə uyğun gələn adları müəyyən edin. Fransa, İspaniya, İtaliya və Rusiya yazıb. Fransaya uyğun olacaq Korsika 1-ə D. Sonra İspaniya uyğun gələcək Kanar adası 2-yə A. Sonra İtaliya uyğun gələcək Siciliya 3-ə C. Və Rusiyada uyğun gələcək Saxalin adası 4-ə də B gələcək. 1-ə D, 2-yə A, 3-ə C, 4-ə B. Düzgün cavabımız olacaq C bəndi. Sonra üçüncü tapşırığa baxaq. Verilən xüsusiyyətlərə aid olduğu region dəniz nəqliyyatı mühüm rol oynayır. Hidroenerji və meşə resursları zəngindir. İqlim ehtiyatları məhduddur. Selluloz kağız sənayesi yaxşı inkişaf etmişdir. Bu söhbət təbii ki, Şimali Avropadan gedəcək. Burada düzgün cavabımız olacaq C. 3-də düzgün cavabımız olacaq C bəndi. Daha sonra doğru sıranı müəyyən edin. Bizə fiziki coğrafi rayon, iqlim tipi və qoruqlar və parklar verib. Samur Dəvəçi, Yarımsərə və Quruçöl, Samur Yalaman Milli Parkı. Bəli, bir tamamilə doğrudur. 2-yə baxaq, Qonaqkənd, qışı quraq keçən mülayim isti iqlim, Altağac. Bəli, 2 də tamamilə doğrudur. 3-ə baxaq, Zaqatala Lahıc, bərabər yağıntılı mülayim isti iqlim. Lakin Türyançay, Zaqatala Lahıc fiziki coğrafi rayonunda deyil. Acılanır Ceyrançöl fiziki coğrafi rayonunda yerləşir. Ona görə 3 səhvdir. 4-ə baxaq, Dağlıq Şirvan, yayı quraq keçən soyuq zolaq şəklində Naxçıvanda yayılıb. Ona görə 4 uyğun gəlməz. Düzgün cavabımız olacaq 1-2 A bəndi. Sonra 5-ə baxaq. 5-də bizdə dil ailələri verib. Yəni Hind-Avropa dil ailəsi, Altay dil ailəsi, Ural dil ailəsi. Və bizdən rəqəmlər hərflərə yazılmış ölkələrə uyğunluğunu istəyir. Baxaq, Hind-Avropa dil ailəsinə uyğun gələcək. Təbii ki, burada A-da Braziliya uyğun gələcək. Braziliya Hind-Avropa dil ailəsinin Roman dil qrupuna mənsubdur. Yəni Portuqal dilində danışırlar. 1-ə A gedəcək. Sonra Altay dil ailəsinə B gedəcək, yəni Türkiyə. Türkiyə Altay dil ailəsinin türk dili qrupuna daxildir. 2-yə B. Sonra Ural dil ailəsi də C gedəcək, yəni Finlandiya. Finlandiyada Ural dil ailəsinin Finqor dil qrupuna daxildir. 1-ə A, 2-yə B, 3-ə C. Baxaq görək hansıdır. 1-ə A, 2-yə B, 3-ə C düzgün cavabımız olacaq D bəndi.
Sonra davam eləyək. 6-ya baxaq. Elə Venn diaqramı əsasən uyğun bəndləri müəyyən edir. Baxın, Böyük Qafqazın şimal yamacının çayları, Kiçik Qafqazın cənub yamacının çayları, Böyük Qafqazın şimal-şərq yamacının çayları Samurdur, Vəlvələ çayıdır, Samurdur, sonra Qudyal çayıdır, Vəlvələ çayıdır, Ata çayıdır. Bunları biz misal çəkək. Kiçik Qafqazın cənub-şərq yamacının çaylarına biz aid eləyə bilərik. Həkəri çay, Oxtu çay, sonra Köndələn çay və və çayları bura əlavə etmək olar. İndi gəlin baxaq, görək hansılar uyğun gəlir. Daxili axar, adi deyil, daxili axar sövzəyə aiddir. Azərbaycan bütün çaylar daxili axar sövzəyə aiddir. 3-ə aid edəcək, hər ikisinə ortaq xüsusiyyətdir. Daha sonra daha çox çirklənməyə məruz qalmışdır. Bu Kiçik Qafqazın cənub-şərq yamacının çaylarına aiddir. 2-yə böl edəcək. Çirklənməsinin əsas səbəbi vaxtilə ermənilər tərəfindən işğal altında olmuş rayonlarda məqsədyönlü çirkləndirmə siyasəti aparılırdı. Ona görə də bu çaylar çirklənməyə çox məruz qalmışdır. Yəni Kiçik Qafqazın cənub-şərq yamacının çayları çirklənməyə çox məruz qalmışdır. Daha sonra C-də deyir ki, qidalanmasında Qarabağ buzlaq suları üstün iş təşkil edir. Bu Böyük Qafqazın şimal-şərq yamacının çaylarına aid bir hissəyə edəcək. Daha sonra yay aylarında suvarmada istifadə olunurlar. Bu hər ikisinə aid olacaq. 3-ə D gedəcək. Daha sonra hövzələrində maqmatik və metamorfik mənşəli faydalı qazıntılar vardır. Bu Kiçik Qafqazın cənub-şərqinə aid olacaq. 2-yə mənsəbi okean səviyyəsindən aşağıda yerləşir. Bu da Böyük Qafqazın şimal-şərq yamacına aid olacaq. 1-ə də edəcək F. Baxaq görə hansı variantımız uyğun gəlir. 1-ə F, sonra 2-yə B-yi, 3-ə A-dır. Cavabımız uyğun gələcək burada Y bəndi. Sonra baxaq. Doğru olmayan sıranı müəyyən edin. Araz-Cavan platforması, Ortaraz əyilməsi, Küraz ovalığı. Küraz ovalığında deyir, Kür tektonik zonasında yerləşir. Ona görə biri elə tamamilə səhvdir. Doğru olmayan sıranı istədiyinə görə elə düzgün cavablanacaq. D bəndi. Digərləri uyğundur. Səviyyəyə salın. 7-də oldu D bəndi. Sonra baxaq, 8-ə baxaq. Sxemdə verilən A nöqtəsinin havanın temperaturu 14,5 dərəcə, B nöqtəsinin temperaturu 11,8 dərəcədir. Atmosfer təzyiqini müəyyən edin. Baxın, belə bir dağ təsvir edək. Baxın, bu dağdır. Baxın, A nöqtəsi, baxın, burada yerləşir. Təsəvvür ki, A nöqtəsi burada yerləşir. Ortadan da say gedir. A nöqtəsi burada yerləşir. B nöqtəsi isə, baxın, nisbətən hündürdə yerləşir. B nöqtəsi də, baxın, burada. Biz də bildik ki, hər 1000 metrdə temperatur 6 dərəcə düşür. Yəni, biz müəyyən etdik ki, B nöqtəsi A nöqtəsinin hündürdə yerləşir. Və bizdə deyir ki, C nöqtəsinin atmosfer təzyiqini bizdən istəyir. C nöqtəsi atmosfer təzyiqi tapmaq üçün biz hündürlüyü tapmalıyıq. Ona görə də dərəcələr arasındakı temperatur fərqini tapaq. 14,5-dən çıxaram mən 11,8-i 11,8-i kalkulyator bilməsin. 14,5 çıxılsın 11,8. Bu bizə verəcək 2,7. Tapdıq ki, məntəqələr arasındakı 2,7 dərəcə fərqi var. Daha sonra biz bilirik ki, hər 1000 metrdə 6 dərəcə temperatur düşür. Yəni 2,7 dərəcə üçün neçə metr lazımdır. Biz də bunu taparaq ki, 1000-i vuraram 2,7-yə. Bölərəm 6-ya. Bu bizə verəcək 450 metr. Daha fikir verirsə, bu A nöqtəsinin hündürlüyü A nöqtəsi də, baxın, buradan. Kəsmə yüksəliyi biz 450 metr olduğunu tapa bilərik. Baxın, 1, 2. Yəni, kəsmə yüksəliyi 450 metr olduğunu tapsaq, onda biz C nöqtəsinin hündürlüyünü tapa bilərik. 450 metr tapdıq kəsmə yüksəliyi. Baxın, 1, 2, 3, 4, 5. 5 dənə boşluq var. 450-ni biz 5-ə vuraram. Eləyər bu bizdə neçə? 2250 metr. 2250 metr. Daha sonra biz bilirik ki,
hər 10 metrdən 1, hər 10 metrdə 1, hər 10 metrdə 1 milli civə sütun düşür. Yəni 2250 metrdə x olacaq. Onu 2250-ni mən bölərəm 2250-ni bölərəm mən 10-a, eləyər bu bizdə 225-i bölər. Biz tapdıq ki 2250 metrdə yəni atmosfer təzyiqi 225 milli civə sütunudur. Dəniz səviyyəsində atmosfer təzyiqi 760 milli civə sütunudur. 760 çıxılsın 225, bu bizə verəcək neçəni? 575 milli civə sütunudur. Düzgün cavab olacaq Y bəndi. Biraz qarışıq oldu. Yəni ümumi atmosfer təzyiqini tapdıq. Sonra isə normal atmosfer təzyiqindən tapdığımız atmosfer təzyiqi çıxdı və məntəqənin atmosfer təzyiqini tapa bildik. Yəni bu da oldu bizdə Y bəndi. Sonra Naxçıvan iqtisadi rayonunun təsərrüfatının inkişafında əlverişli imkan yaradan amillər. Baxın, aqroiqlim ehtiyatları bəli bu doğrudur. Yəni zəngin aqroiqlim ehtiyatları var, geniş meşə sahələri var. Xeyr, meşə sahələri orada talalar şəklində yayılıb, buna görə 2 olmaz. Zəngin mineral xammal ehtiyatı bəli bu doğrudur, 3 olar. Geniş sahə tutan qara torpaqlar. Qara torpaqlar ümumiyyətlə Azərbaycanda geniş sahə tutmur. Yəni müəyyən bir ərazilərdə lokal şəkildə yayılır. Buna görə 4 də olmaz. Hidroenerji ehtiyatları bəli bu doğrudur. 5-də götürək 1, 3, 5 Y bəndi. Sonra ona baxaq. 4-cü dövrdə Şimali Amerikan iqliminin kəskin soyması nəticəsi örtük buzlaqların yaranması, sahil xəttlərin hamarlaşması, xeyr A bəndi olmaz. Zəngin flora və fauna növlərinin yaranması, bu da olmaz. Yəni havalar soyulsa və yaxud da istiləşsə, yəni bu canlı aləm üçün mənfi təsir edir, ona görə B də olmaz. Daimi donuşluq və geosignal sahələrinin formalaşması, yəni daimi donuşluq yaranır, amma geosignala təsir edə bilməz, ona görə C bəndi səhvdir. Sahil xəttlərin hamarlaşması, yəni donuşluq olanda sahil xəttləri parçalanır, yəni buzlaqlar əriyir və aşınma gedir və sahil xəttləri parçalanır, ona görə D də olmaz. Buzlaq mənşəli göl çökəkləri yaranması və sahil xəttlərinin kəskin parçalanması düzgün cavabımız olacaq Y bəndi. Sonra 11-ə baxaq. Xəritə sxeminə əsasən AB nöqtələr arasındakı hündürlük və temperatur fərqini müəyyən edin. Baxın, B-nin atmosfer təzyiqi 350-dir, A-nın atmosfer təzyiqi 650-dir. Aralarında atmosfer təzyiqi fərqi 300 olacaq. 300 milli civə sütun olacaq. Biz də bilirik ki, hər 10 metrdə 1 milli civə sütun düşür. Onda biz taparıq ki, 300-ü vuraram mən 10-a, eləyər 3000. Tapdıq ki, hündürlüyümüz 3000 metrdir. Sonra deyir ki, temperatur fərqini müəyyən edin. Temperatur fərqini müəyyən etmək üçün biz bilirik ki, hər 1000 metrdə 6 dərəcə temperatur düşür. Bəs 3000 metrdə nə qədər düşəcək? X düşəcək. X tapmaq üçün X bərabərdir. 3000 vurulsun 6 eləyəcək 18000 bölünsün 1000. Bu da bizə verəcək 18 dərəcə. Yəni B bəndi 3000 metr 18 dərəcə. Düzgün cavabımız olacaq 11-də B bəndi. Daha sonraki bax, İskul və Qrada göllərinin yerləşdiyi ölkələr üçün ümumi xüsusiyyətləri müəyyən edin. İskul gölü Qırğızistanda, Qrada gölü İtaliya ərazisində yerləşir. Gəlin indi baxaq. Seysmik cəhətdən fəal ərazidə yerləşir. Bəli, hər iki ərazi Himalay quşağında yerləşir. Biri olar. Coğrafyalı və meşə kolluqları üstünlük təşkil edir. Coğrafyalı meşə və kolluqlar İtaliya ərazisində geniş yayılıb, Qırğızistan ərazisində yayılıb. Buna görə bu iki xüsusiyyət ola bilməz. Yüksəlik quşağı aydın müşahidə edilir. Hər ikisi dağ gölüdür. Ona görə yüksəlik quşağı müşahidə edilə bilər. 3-ü götürərik. Əhalinin çox hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. İtalyanlar Hind-Avropa dil ailəsi Roman dil qrupuna, Qırğızlar isə Altay dil ailəsinin Türk qrupuna daxildir. Ona görə 4-də uyğun gəlməz. Ərazisində fəaliyyət olan vulkanlar vardır. İtaliya ərazisində fəaliyyət olan vulkanlar vardır. Lakin Qırğızistan ərazisində fəaliyyət olan vulkan mövcud deyil. 5 heç birinə uyğun gəlmir. 5 yəni Qırğızistana uyğun gəlmədiyi üçün götürmürük. İnzibati ərazi quruluşuna görə unitar dövlətdir. Bəli, bu tamamilə doğrudur. Hər ikisi unitar dövlətdir. Düzgün cavab olacaq 136 D bəndi. Sonra baxaq, 13-ə baxaq. Şimal yarımkəsində olan səyyar günorta vaxtı kölgəni 180
dərəcəli azimutlar göstərdiyini müşahidə etdi. Səviyə hansı coğrafi enlikdə ola biləcəyini müəyyən edin. 180 dərəcə, yəni cənubu nəzərdə tutur, özünün arxada. Biz bildik ki, 23,5 dərəcədən yuxarıda olan enliklər kölgəni şimalda görəcəklər. Yəni 0-360 dərəcə görəcəklər. Yəni özlərinin cənubda görmək üçün baxın, ekvatorla 23,5 dərəcə aralığında olmalıdırlar ki, kölgəni cənubda görə bilsinlər. Ona görə də biz biri götürərik, 12 dərəcə şimal enliyi götürərik, sonra 16 dərəcə şimal enliyi götürərik və 10 dərəcə şimal enliyi götürərik. Düzgün cavab olacaq 1, 4, 5 D bəndi. 14-ə baxaq, uyğunluq gözlənilmişdir. Xalqlar verir, məskunlaşdığı iqtisadi rayonlar, aid olduğu dil ailəsi. Kürdlər Şərqi Zəngəzur Hind-Avropa dil ailəsinə mənsubdur. Bəli, bu tamamilə doğrudur. Biri götürərik. Sonra Udinlər Şəki-Zaqatala Altay dil ailəsi. Udinlər Şəki-Zaqatala ərazisində, Şəki-Zaqatala iqtisadi rayonda yaşasalar da Altay dil ailəsi deyil, Qafqaz dil ailəsinə mənsubdur. Ona görə ikisini götürməliyik. Talışlar Lənkəranlıları iqtisadi rayonunda yaşayırlar və Hind-Avropa dil ailəsinə mənsublar 3 götürərik. Saxırlar Gəncə Daşkəsəndə qalmalılar. Ona görə 4-ü götürməliyik. Avarlar Şəki-Zaqatala Qafqaz dil ailəsinə mənsubdur. 5-i götürərik. Düzgün cavabımız olacaq 1, 3, 5 Y bəndi. Rahat test idi. Sonra 15-ə baxaq. 15-də uyğunluğu müəyyən edin. Ukrayna, Şri Lanka və Kuba. Ukrayna uyğun gələcək buğda və şəkər çoxunluğu əkini. A və D uyğun gələcək Ukraynaya. A və D Ukraynaya. Sonra Şri Lankaya uyğun gələcək çay. 2-yə C. Kubaya da uyğun gələcək şəkər qamış əkini. 3-ə də B. 1-ə A, D, 2-yə C, 3-ə B. Düzgün cavab olacaq C bəndi. Sonra baxaq. Azərbaycan ərazisinə daxil hava kütlələri ilə bağlı uyğunluğu müəyyən edin. Mərkəzi Asiya hava kütlələrinə uyğun, Mərkəzi Asiya kütlələri tərif belədir ki, ilin isti ayında temperaturun yüksəlməsi soyuq dövründə aşağı düşməsinə səbəb olur. Mülayim dəniz hava kütlələrində isə temperaturun aşağı düşməsinə, yağıntılar artmasına səbəb olur və kontinental Arktik hava kütlələrində də qışlar şimaldan daxil olaraq soyuq və şaxtalı hava şəraiti yaranmasına səbəb olur. Biz bu hava kütlələrinin tərifini dedik. Gəlin variantlar üzrə baxaq. Qışlar şimaldan daxil olaraq soyuq və şaxtalı hava şəraiti yaranmasına səbəb olur. Bu kontinental Arktik hava kütləsinə aid olacaq 3-ə A. Sonra yayda temperatur aşağı salır, yağıntıların miqdarını azaldır. Bu heç birinə aid deyil. Sonra ilin isti aylarında temperaturun yüksəlməsinə, soyuq dövrlərində isə aşağı düşməsinə səbəb olur. Bu dedik ki, Mərkəzi Asiyaya aiddir. 1-ə C. Sonra qışda havanın temperaturu artmasına səbəb olur. Bu heç birinə aid deyil. Yəni söhbət D-dən gedir. Sonra Y-yə baxaq. Temperaturun aşağı düşməsinə, yağıntıların artmasına səbəb olur. Bu mülayim dəniz hava kütlələrinə aiddir. 2-yə də uyğun gələcək Y. Düzgün cavabımız olacaq 1-ə C, 2-yə Y, 3-ə A, C bəndi. Sonra xəritə sxemdə verilmiş ölkələrə aid xüsusiyyətləri müəyyən edin. Beynəlxalq dəniz yolları üzərində yerləşməsi ölkə iqtisadiyyatına böyük gəlir gətirir. Düzən relyefi malik olsa da ölkədə dəmir yolu nəqliyyatı zəif inkişaf etmişdir. Xarici ölkələrlə iqtisadi əlaqələrdə bütün nəqliyyat növlərindən istifadə olunur. Və bizə rəqəmlərlə ölkələr verir. 1-də Fransa, 2-də Monqolistan, 3-də Əfqanistan, 4-də Sinqapur, 5-də Liviya olacaq. Beynəlxalq dəniz yolları üzərində yerləşməsi ölkə iqtisadiyyatına böyük gəlir gətirir. Söhbət Sinqapurdan gedir. 1-ə 4 gedəcək. Sonra düzən relyefi malik olsa da ölkədə dəmir yolları nəqliyyatı zəif inkişaf etmişdir. Söhbət Liviyadan gedir. Yəni səhra landşaftı üstünlük təşkil etdiyi üçün ölkədə dəmir yolu nəqliyyatı zəif inkişaf edib. 2-yə 5. Sonra baxaq. Xarici ölkələrlə iqtisadi əlaqələr bütün nəqliyyat növləri istifadə olunur. Söhbət Fransadan gedir. 3-də 1 gedəcək. 1-ə 4, 2-ə 5, 3-ə 1 düzgün cavab olacaq C bəndi.
Sonra 18-ə baxaq. Deyir ki, kriptozoya və farmazoya rayonlarına aid uyğunluğu müəyyən edin. Kriptozoya aid olacaq arxev və protozoy, farmazoya da aid olacaq, paleozoy və mezozoy farmazoya aid olacaq. İndi gəlin uyğunlaşdıraq. Lavrasiya və Qondağa parçalanan müasir materiklər əmələ gətirmişdir. Bu mezozoya aid olacaq, 4-ə A gedəcək. Sonra qədim qırışıqların və güclü vulkanizmin başlanması bu arxaya aid olacaq. 1-ə B gedəcək. Sonra tək onurğasızların əmələ gəlməsi bu protozoya aid olacaq. 3-ə C və Pangea'nın Lavrasiya və Qondağa qurlarının parçalanması bu da gedəcək paleozoya. 2-ə də gedəcək D. 1'ə B baxaq hansıdır? 1'ə B, 2'ə D, 1'ə B, 2'ə D gör hansındadır? Biraz variantlar sərgəsi yazılır. Baxaq. Hə, kriptozoya aid olacaq. Demişdik ki, arxev və protozoy 1 və 3. 1 və 3 hansıdır? 1 və 3. Aha, tapdıq. 1'ə B, 3'ə C, sonra 2'ə də paleozoy 2'ə D, 4'ə A. Düzgün cavab olacaq B bəndi. Bir diqqətlə baxın. 1'ə kriptozoya aid oldu. Dedi ki, arxev və protozoy 1 və 3. Aha, düzdür. Burada C-də burada düzdür. Hə, bəli, düzdür. 18'ə baxaq, maraqlı bir məsələ var. A ölkəsində ödəmənin həcmi 450 milyard dollar, ümumi milli məhsulun ölkə xaricindəki dəyəri isə ödəmənin 20%-dən bərabərdir. 20% qədərdir. Ölkədə xarici şirkətlərin payı 80 milyard dollardır. Ümumi milli məhsulun dəyərinin nə qədər olduğunu hesablayın. Yəni neçə milyard dollar olduğunu hesablayın. Bunu biz bilirik ki, yəni ödəmə bilirik ki, bax, belə tapılır. Ödəmə bərabərdir. Ölkədəki xarici şirkətlərlə yerli şirkətlərin cəmi, xarici şirkət və plus yerli şirkətlər. Yerli şirkətlərin cəmi, ümumi milli məhsulu isə ölkə daxilindəki yerli şirkətlərin cəmi ilə ölkə xaricindəki yerli şirkətlərin cəmi, yəni ölkə aid xarici şirkətlər Ö yazaq. Buradan bilin ki, ölkə xarici şirkətin cəmidir. Burada qeyd olunur ki, ümumi 450 milyarddır və deyir ki, ümumi ölkə xaricindəki dəyəri ümumi 20% qədərdir. Yəni 450 milyardın 20%-ni tapmalıyıq. O da eləcək 90 milyard. Yəni ölkənin xaricindəki şirkəti, yəni ölkəyə məxsus xaricindəki şirkətin dəyəri 90 milyarddır. Tapdıq bu 90 milyard. Sonra deyir ki, burada ölkədə xarici şirkətlərin payı 180 milyard dollardır. Yəni xarici şirkətlərin payı 180 milyard dollardır. Burada belə 450-də 180 çıxsaq, eləcə biz tapacağıq ki, ölkə daxilindəki şirkətləri, yerli şirkətlərin qiymətini 270 milyard olaraq tapacağıq. Və 270 milyardda burada tapdıq ki, ölkə yerli şirkətdir və ölkə xaricində şirkətlərin də dəyəri 90 milyarddır. Ümumi milli məhsulun dəyəri olacaq 270-90, bizə verəcək 360 milyard dollar. Bir dənə təmizləyim, rahat görək. 360 milyard dollar. Gördüm. Burada baxın, B bəndi olacaq düzgün cavabımız. Yenə deyirəm, baxın, deyir ki, bir də izah edirəm, A ölkəsində deyir, ödəmənin həcmi 450 milyard dollar, ümumi məhsulun xaricdəki dəyəri ödəmənin 20% qədərdir. Yəni, ödəməni tapan zaman ölkə daxilindəki şirkətlərin cəmi ilə ölkə xarici şirkətlərin cəmi nəzərdə tutulur. Bir də ümumi milli məhsul tapılan zaman isə ölkə daxilindəki şirkətlə ölkənin özünə məxsus xarici şirkətlərin ölkənin özünə məxsus xaricdə fəaliyyət göstərən şirkətlərin cəmi başa düşülür.
və deyir ki, bizdə də şərt vermişdik ki, ümumi xarici şirkətlərin dəyəri, yəni ümumi öz ölkəsinin başqa ölkələrdə fəaliyyət göstərən şirkətlərin dəyəri ümumi 20% qədərdir. Yəni 450 milyardı biz vuracağıq 20-yə böləcəyik 100-ə. Biz tapdıq ki, ölkə xaricdəki şirkətlərin cəmi 90 milyard dollardır. Və burada deyir ki, digər şərtdə də deyir ki, ölkə daxilində fəaliyyət göstərən xarici şirkətlərin cəmi 180 milyard dollardır. Onda biz tapırıq ki, 450-dən 180 çıxdığımız zaman tapırıq ki, biz ölkə daxilində fəaliyyət göstərən yerli şirkətlərin cəmi 270 milyarddır. Ümumi məhsul tapan zamanda ölkə daxilindəki yerli şirkətlər ölkədən kənar fəaliyyət göstərən yerli şirkətlərin cəmi nəzərdə tutulur. 270-də gəlsin 90, o da eləcək bizə 360 milyard dollar. Cavab B bəndi eləyir. Bu cür məsələlər işləmək üçün çoxlu praktika etməyiniz lazımdır. Sonra 20-yə baxaq. Azərbaycan geoloji quruluşuna aid xüsusiyyətləri müəyyən edin. Kiraz ovalığı 4-cü dövrün vulkanik suxurları yayılmışdır. 4-cü dövrün vulkanik suxurlar deyil, 4-cü dövrün çökmə suxurları geniş yayılmışdır. Ona görə bir səhvdir. Zəngəzur və Talış dağlarında poligon yaşlı suxurlar üstünlük təşkil edir. Bəli, bu doğrudur. 2-ni götürərək. Qusar mayil düzənliyində mezozoik yaşlı suxurlar geniş sahətdir. Qusar mayil düzənliyində mezozoik yaşlı suxurlar deyil, neogen yaşlı suxurlar üstünlük təşkil edir. Ona 3 səhvdir. Sonra 4-ə baxaq. Ordubad düzündə Protezoik erasının suxurları yayılıb. Şəhər Ordubad düzündə ümumiyyətlə Azərbaycanda protezoik suxurları yayılmıyor. Paleozoik yaşlı suxurlar yayılıb ən qədim suxurlar olaraq. Ona görə 4-ü də götürməliyik. Sonra Ceyrançöl və Qobustanda neogen yaşlı suxurlar rast gəlir. Bəli, bu tamamilə doğrudur. 5-i götürərik. Qarabağ yaylasında 4-cü dövr vulkanik suxurları yayılmışdır. Bəli, 6-nı da götürərik. Düzgün cavablar 2, 5, 6 A bəndi. Sonra baxaq, 21-ə baxaq. 21 də maraqlı məsələdir. Şimal yarımkəsində yerləşən A məntəqəsi günəş şüaları il ərzində maksimum düşmə bucağı 53,5 dərəcədir. Bu məntəqə Günəş Bakı şəhərinə 100 dəqiqə tez çıxır. A məntəqəsinin coğrafi koordinatlarını müəyyən edin. Baxın, şimal yarımkəsində Z olduğu üçün biz belə tapacağıq. 90 çıxılsın x çıxılsın 23,5 bərabərdir neçəyə? 53,5-ə. 53,5-ə bərabərdir. Buradan da biz tapacağıq ki, 60 dərəcə şimal enliyi tapacağıq. Enliyimizi tapdıq, 60 dərəcə şimal enliyi. Daha sonra deyir ki, A məntəqəsi, yəni A şəhəri, günəş şüaları Bakı şəhərindən 100 dəqiqə tez çıxır. Yəni, səhəri bizdən 100 dəqiqə daha tez açırlar. 1 dərəcəmiz 4 dəqiqəyə bərabərdir və 100 dəqiqəmiz neçə dərəcəyə bərabərdir, onu tapaq. Tapacağıq ki, 100-ü böləcəyik 4-ə, bizə verəcək 25 dərəcə. Biz tapdıq ki, 25 bizdən günəşi daha tez qarşıladıqları üçün bizdən şərqdə yerləşəcəklər. Biz də bilirik ki, Bakı şəhəri 50 dərəcə şərq uzunluğunda yerləşir. 50 dərəcə şərq uzunluğunda yerləşdiyi üçün həmin A məntəqəsi də bizdən şərqdə yerləşəcək. Ona görə də 50 üstə gəlsin 25 bizə verəcək 75 şərq uzunluğu. Tapdıq ki, A məntəqəsi koordinatı oldu 60 dərəcə şimal enliyi, 75 dərəcə şərq uzunluğu Y bəndi olacaq. Sonra 22-yə baxaq. Azərbaycanda yayılan landşaftların sxemdə verilən hündürlüklərə uyğun ardıcıllığı müəyyən edin. Arid meşələrdə nival landşaft, düzənlik yarımsahralar və subal çəmənlikləri və bizdə belə bir qrafik verilib. Arid meşələr biz bilirik ki, 500 metrdən hündürdə yerləşməlidir, yəni nisbətən hündürdə yerləşməlidir. 1-ə A gedəcək. Sonra nival landşaftı, biz bilirik Azərbaycanda nival landşaftı 3900 metr yüksəklikdə başlayır.
Ona görə ən hündürü götürəcəyik, yəni 4000 metr olan hündürlüyü, yəni D-ni nivala yazacağıq. 2-yə D-ni yazdıq. Düzənlik yarım səhraları Azərbaycanda səhralar əsasən 0-500 metr aralığında daha geniş əraziləri tutur. Ona görə ən alçağı götürəcəyik. 3-ə də gedəcək C. 3-ə gedəcək C. Sual çəmənlikləri 4-ə də gedəcək B. 1-ə getdi A, 2-ə getdi, 3-ə getdi C, 4-ə getdi B. Baxa görə hansı variant uyğundur? 1-ə A, 2-ə D, 3-ə C, 4-ə B. Baxaq, 1-ə baxaq. 1-ə C, 2-ə D, 3-ə C, 4-ə B. Düzgün cavabımız olacaq A bəndi. Bir də baxam. Orada gedəcək A, Nibala gedəcək D, sonra C, düzdür. 23-ə baxaq. 2017-ci ildə Azərbaycanda avtomobil yollarının uzunluğu 16.454 km olmuşdur. Avtomobil yollarının sıxlığını hesablayın. Burada fikir verirsiniz, metr bölünsün kilometrlə verir. Avtomobil yollarının ümumiyyətlə avtomobil yollarının sıxlığını hesablayan zaman uzunluq, yəni avtomobil yollarının uzunluğu bölünsün, uzunluq bölünsün ölkənin sahəsi. Burada bizə metrdən istədiyinə görə minə vurmalıyıq. İndi gəl hesablayaq. Baxın, yazıram 16.454 vurulsun 1000. Yəni metrin istədiyinə görə 1000 yazdım. Bölünsün 86.6 1000 kvadrat kilometr. Minlər buradan ixtisar edəcək. 16.454-ü 86.6-ya böləcəm. Eləyəcək bizdə bu 190. Düzgün cavabımız olacaq 190. Sonra 24-ə baxaq. Xəritə sıxında iştiraklanmış ölkəyə aid xüsusiyyətləri müəyyən edin. Şəkildə Özbəkistan Respublikası təsvir edilib. Ərazisində Balxaş gölü yerləşir. Balxaş gölü Qazaxıstan ərazisində yerləşir. Ona görə bir uyğun gəlməz. Ərazinin geniş hissəsi Qızılqum sərası tutur. Ona görə bəli, Özbəkistan ərazisində Qızılqum sərası geniş sahə tutur. Ona görə 2-ni götürərik. Sonra pambıq hissəsi ona görə fərqlənir. Bəli, doğrudur. 3-də götürərik. 2, 3. Federativ Respublikadır. Xeyr, unitar Respublikadır. 4-ü götürməliyik. Ərazisinin xeyli hissəsi cavan platformada yerləşir. Bəli, bu doğrudur. 5-də götürərək. Düzgün cavabımız olacaq 24-də 2, 3, 5. Sonra 25-ə baxaq. 25-də deyir ki, A zirvəsi qar xəttindən yuxarıda yerləşir və burada atmosfer təzyiqi 610 millicivə sütunudur. Zirvəsi daim buzlaqlar yoxdur və burada atmosfer təzyiqi 320 millicivə sütunudur. Gəlin biz bunların hündürlüklərini təyin edək. Baxın, normal atmosfer təzyiqi biz bilirik ki, dəniz səviyyəsində 760 millicivə sütunudur. A nöqtəsinin hündürlüyünü təyin etsək, 760 çıxılsın 610 vurulsun 10. Yəni hər 10 metrdə 1 millicivə sütunu düşür. 760-dan 610'a çıxdığımız zaman 150 eləyəcək və 150'ni də 10'a vurduğumuz zaman A-nın hündürlüyünü tapdıq ki 1500 metrdir. Təqribi bu hündürlük qütbyanı ərazilər üçün xasdır. Yəni A dağı qütbyanı ərazilərdə yerləşir. B zirvəsi üçün də hündürlüyünü təyin eləyək. 760'dan çıxıram 320'yə. Bu bizə verəcək 440 metr. 440 millicivə sütunu. Onu da 10'a vuraram. Bizə verəcək, benim də hündürlüyünü verəcək 4440 metr. Daha doğrusu 4400 metr üzrlü say. Benim də hündürlüyü oldu 4400 metr. Yəni bu da təqribi hardasa yerləşəcək ekvatorial ərazilərdə, ekvatorial və tropiklərə yaxın ərazilərdə yerləşəcək. Yəni B-nin də yerini müəyyən qədər təyin elədik. Baxaq, A və B zirvələrə yerləşir. Dağılan ətəndə normal atmosfer təzyiqi müşahidə edilir.
Aha, bu şərtdir. 1-ə baxaq. 1-də deyir ki, B-nin zirvəsi mütləq hündürlüyü 4400 metrdir. Bəli, bir doğrudur. 1-i götürərik. Sonra B zirvəsi ekvatora daha yaxındır. Bəli, bu da doğrudur. Hər iki zirvə eyni coğrafi enişdə yerləşir. Bu barədə eyni coğrafi enişdə yerləşmir. Bir qütbə daha yaxın yerləşir, bir də ekvatora daha yaxın yerləşir. Ona görə 3 səhvdir. A zirvəsi coğrafi qütbə daha yaxındır. Böyle doğrudur. 4'ü götürərik. Yəni demişdik ki, hündürlük az və qar xəttindən yuxarıda yerləşir. Yəni bu cür əlamətlərdə qütbyan ərazilərdə müşahidə edilir. 4'ü götürərik. Sonra 5'ə baxaq. B zirvəsi qütb gecə-gündüzlər müşahidə olunur. Xeyr, müşahidə oluna bilməz. Qütb gecə-gündüzlərdə qütb ətrafında müşahidə edilir. Ona görə 5 də səhvdir. Düzgün cavabımız olacaq 1, 2, 4. 1, 2, 4'dür. Sonra 26'ya baxaq. Xəritə sxemində əsasən adam başına daha az meşə sahəsi düşən ölkələrə müəyyən edin. Yəni ölkələrə baxaq. Birdə Səudi Ərabistandır, 2-də Braziliyadır, 3-də Kanadadır, 4-də Türkmenistandır, 6-da Çindir, 5-də isə Finlandiyadır. Ən az meşə sahələri təbii ki düşəcək Səudi Ərəbistan, Türkmenistan və Çin. Yəni 1, 4, 6. 26-cı test tapşırığının cavabı olacaq 1, 4, 6. 20'də baxaq, uyğunluğu müəyyən edin. Yarımadalar verir. Jutlandiya, Koreya və Taymir yarımadaları. Jutlandiya yarımadası Danimarka və bir qismi də Almaniya arasında yerləşir. Sonra Koreya yarımadası Şimali və Cənubi Koreya dövlətlərinin arasında yerləşir. Taymir yarımadası Rusiya Federasiyasının ərazisində yerləşir. Ərazidə materikin ucqar nöqtəsi yerləşir. Bu Taymir yarımadasına aid olacaq. Taymir yarımadasında Avrasiyanın şimal burnu, yəni Çelnyski orada yerləşir. 3-ə aid edəcək. Cənub hissəsində Gəmsi kanalı keçir. Bu Jutlandiyaya aid olacaq. Buradan Kili kanala keçir. 1'ə B. Sonra muson küləkləri təsiri ilə yağıntı formalaşır. Bu Koreya aid olacaq 2'yə C. Qütb gecə-gündüzlər müşahidə edilir. Təbii ki bu Taymir aid olacaq. Taymir qütblərə daha yaxındır. 3'ə D. Və yağıntılar il boyu bərabər paylanır. Bu Jutlandiya aid olacaq. Mülayim dəniz iqlimi orada hakimdir. 1'ə də 7 Y. 1'ə gedəcək B-yə, 2'yə gedəcək C, 3'ə gedəcək A, D. Gəldik ustasiya tipli tapşırıqlara. Uzunluğu 200 km olan Ağçay Azərbaycanın Kürd çayının ən böyük sağ qollarından biridir. Bu çay mənbəyini 3120 metr yüksəklikdən götürür və 3 metr hündürlükdə Kürd çayına tökülür. Ağçayının mənbəyinin yerləşdiyi fiziki coğrafyanın ən hündür zirvəsi Dəli dağıdır. Araz çayının bəzi sol qolları öz mənbəyini bu fiziki coğrafi rayonundan götürür. Ağ çay suvarmada və elektrik enerjisi istehsalına mühüm əhəmiyyətə malikdir. Çayın hövzəsində müxtəlif faydalı qazıntı yataqlarda yayılmışdır. Səbət Tərtər çayından gedir. Və bizə suallara baxaq və görək bizdən nə istəyir. Şimdi 8-də deyil, mətndə verilənlərə əsasən cədvəl tamamlayın. Cədvəl bizdə olmadığı üçün bilmirik orada bizdən nə istəyir. Ona görə 28-ə cavab verə bilməyəcəm. Təəssüf ki, 29'a baxaq. A-nın keçdiyi ərazidə aid xüsusiyyətləri müəyyən edib cədvəldə yazın. Cədvəl bizdə olmasa da xüsusiyyətlərini deyə bilərəm. Qarabağ vulkanik ailəsindən başlayır. Kəlbəcər, Tərtər, Bərdə rayonlarından keçir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının arasında keçir. Və yeraltı sularla qidalanır. Qidalanması yeraltı sular üstünlük təşkil edir.
30-a baxın, Araz çayının keçdiyi iqtisadi, inzibati və fiziki coğrafi rayonları müəyyən edib cədvəldə müvafiq xanalarda yazar. Keçdiyi iqtisadi rayonlar Şərqi Zəngəzur, Şərqi Zəngəzur və Qarabağ inzibati rayonlarıdır. Və inzibati rayonları isə Kəlbəcər, Tərtər və Bərdədir. Fiziki coğrafi rayonlara isə Qarabağ vulkanik rayonu, Qarabağ dağları və Qazax Qarabağ rayonunu biz buran qeyd edə bilərik. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənədək hələlik.